Herkese selam. Arkadaşlar, 2026'ya xəstə girəcəm. Xəstələnmişəm. Sabah bizi Şaxta Baba hediyemiz getirecek. Ben de Şaxtaman robot başını vereceğiz Şaxta Baba. Tabii herkesin öz dərdi. Sizce biz ne yapıyoruz? Staliçni. Staliçni. Evet, oturmuşuq mən bala stal üçün hazırlayırıq. Tabii nəsə hazırlayırıq, bir Allah bilir, bir də mən bilirəm. Çünki çox pis qızdırmam var, baş ağrı var. Yani 2026'ya böyle salam diyoruz arkadaşlar. Neyse. Bugün dedik stal üçün hazırlamağımızı da sizinlə bölüşək. Sevra soyur. Mən doğrayıram. Bura niyə qoydun? Sevra soyur. Doğramasan. Mən də doğrayıram. Artıq yer kökünü doğramışam. Yok ben de baş ağrıydı diye çekme istemedik. Hə, çəkməyəcəydim. Çünki çox pisəm həqiqətən. Videoda demişti sonra yadıma düştü çekti. Bilmirəm bu videonu sabah paylaşaram ya yox, amma yenə də çəkirəm. Nəysə, görək elə startimiz necə gedir. Yer kökünləri öncə doğrayıram, sonra kartof, yumurta falan indi davam edirik. Çox az eləyəcəm, çünki startini bilirsiniz də, çox qalanda xarab olur. Elə 2-3 dəfəlik yeyək, yəni abed, axşam bir də növbəti abed yeyək, vəsə bitsin. Bu kadar. Devam edirik. Görürsünüz, kızım mənə kömək edir, soyur. Çox adam bu kartofları doğrayıb, qaynadır. Mən elə nəsə xoşlamıram. Nə desə bilmirəm. Mənə tamı qəribə gəlir elə. Qaynadıb doğramaq daha yaxşıdır məncə. Böyle bak işte kaldı suda. Ben de böyle soyabilirim. Neyse, belə. Bəyəndiniz dünənki sabahlama vlogumuzu? Ben çok beğendim. Bu arada atıyor kışkırtma istiyorsunuz. Yox, istəmirlər. Mənim atava qışqırtma edəcək halım yoxdur ki, atava tapa bilmirik. Hə, malades nuş olsun. Atava tapa bilmirik, ona qışqırtma eləyək. Aton yoxdur. Hem de bir ses neyleyecek. Bakın. Bu işıq nəyə düşür? Bu işıq niyə düşür belə buradan? Hə. Hem de bir ses bana tamam. Bayağı yandım yok. Ben korkuyorum. Hem de atıyacak ki de halta alsak. Yanında halta. Ondan atıyor kışkırtmayı yedim. Ataya dedim. Temuda işi xalça görüblər, ondan deyir sifariş verək, ataya qışqırtma eləyək. Ya ben korkuyorum. Hə, yeri almışdıq, qışqırtma eləməyimiz. Yandım ay. Yandım ay ya. Olmazsa ayama. Qorxumdan qızmamı ölçə bilmirəm. Rah, bir susar mısın? Bir sus, yaxşı da bir sus. Qorxumdan qızmamı ölçə bilmirəm. Bilirəm ki, çoxdur. Bunlar bitsəydi bir an öncə dincələrdik. Hə, Sevoş? Bu daha da yaxşı oldu məncə. Niyə? Çox sevirəm çünki. İstersin. Hə, Sevoşun salatçın ürəyə gedir. Neysə, doğrayaq gələk. Mamam da doğrayır. Mən də burada ət şeyliydim. Neydi o mama? Toyuq filesi. Toyuq finesi eləyirdik. Arkadaşlar, yani işte bu salatı yemeden ben bilirəm görürük. Ben bir tər olacağım. Burada biz xiyarın, nə turşu xiyarı, nə də sveji xiyarın içini burasını qoymuram. Çünki su salır. Qıraq hissələrini doğrayıram. Qoy, hara gedirsən? Qıraq hissələrini doğrayıram. Bunları qatıram. Onları için qatanda daha Salatı göstərək. Hə, salatı göstər. Baxın, doğramışım. Salata hazırdır. Hazır değil hələ. Hələ doğranılır. Səsim də getdi mənim. Doğranır. Deyə bilmirəm. Doğranılır. Doğranır. Siz yeni ilə hansı salatları hazırlamışsınız? Düzün sözü mənim bu il yeni ilə heç həvəsim yoxdur. Odur ki, çox bir şey eləməyəcəm. Qarşıda Raufun ad günü gəlir. Daha çox həvəsim onun ad günüdür. Nə yalan deyim. Hə, spider tort. Özünə tort seçir. Hə, Rauf özünə spider tort seçib. Sonra Raufa ad günü. Oho, kefdədirlər. Raufa yeni il hədiyyəsi Şaxta Baba gətirəcək. Ad gününə hədiyyə alınacaq. Mən gözəl. Mən də. Hə, sən də ad günü hədiyyə alacaqsan. Sən ad günü hələ qalıb. Yox. Hə, gəldi yenə. Arkadaş. Göstər onu. Arkadaşlar. Bacını
Baba, bebek, şatta baba sayında sadece. Bacıya bebek gətirəcək Şaxta baba. Hə, bacı nə istəyibsən Şaxta babadan? Toş. Nə istəyibsən? Sizin yaşlılığınız. Əllə tamam indi mən şey artistliyi qoy yerə. Rauf, mən video çəkirəm, bir dəqiqə sus yaxşı. Heç nə imkan vermirsən sən mənə. Demə, istəmirəm deməyə. Demə. Demə, istəmirəm. Bəs də daha, Bir dənə videoda imkan Buna vermirsən bakın, mən ben de daha. doğramışım böyle. Bakın. Çevir ona desin. Bir dalaşmağımı Necə istəyirdim. Necə çevir? Daha çevir. Bebek toş istəyir. Alyama baxın uzanıb orada yatıb. Bu yıxılmış. Çevir. Can rahatladı. Neyse boş çevir bu yüzden. Ne diyordum? Ne istiyorsan Sevoş. Mən istəyirəm. Gerçek istediği bir de. Mektubu Şaxta bana mektubuna. Və gələcək makyaj, sizin yaxşılığınız. Sonra. 2 tane şey. Ne? 3 tane şey. Demişəm də sizin yaxşılığınız. Sonra. Yalandan demirəm, vallahi həqiqətən deyirəm. Sonra Rahat bildim de. sonra istəyirəm ki makyaj setini ayda əlim belə qalmışdı. Belə makyaj seti ilə neyin olur resim şey. Ucuz çok olursan ha. Birin şey, Şaxta baba deməmişəm, çox şey gətirə bilməyəcək. Bir dənə sənə hədiyyə, bir dənə qaqaşa hədiyyə. Və dedin sonra. Yox da, makyaj seti istəyirsən də. Elə dur. Elədir. Bir şey başqa, heç nə istəmirsən ki? Bəlkə makyaj setini də istəməyəsən. Tamam, şaka yaptım. Belə. Siz nə istəmirsiniz uşaqlar Şaxta babadan? Mama şəkil çəkim qoyarsan. Anladım, dur. Mama şəkil çəkim qoyarsan şeyə. Doğru, çək. Çək. Dırnaqlarını da göstər. Staricini yapıyoruz, çek. Neyse kapat doğruya xiyarlarımızı sonra. Evet, renklere bakın. Demək olar ki salatımız bitib. Sadəcə qaraku qalıb. Bir də şüydü qalıb. İndi onları da edim. Salatla bitiririk. Baxın. Yaf. Hastayım. Evet, starçinimiz hazırdır. Bu kadar. Ağzını bağlayırıq. Yeni noktada dağılışın. Evet arkadaşlar. Dağılışmıştı starçiniden sonra. Ay Allah'ım susmuyor. Magazin oradadır. İndi çıxmışıq çölə. Rəqif müəllim işdən gəldi, bizi götürdü, çıxmışıq çölə. Mən də çox Üşüyürəm, donuram, qat-qat giyinmişəm, şarf atmışam. İndi 1-2 işimiz var çöldə, onları həll edək. Sonra mən də gedirik marketə. Yox, hara düşürsən? Sonra gedəcəyik marketə, sonra gedəcəyik evimizə. Mən istiyorum. Soyundu. Mama, evet. Mən xəbəri yoxdur. Gəldim onlara yeni il hədiyəsi almağa. Tərəfdə də var. Belə də var. Oyuncaq cənnəti. Sevranın istədiyi makyaj setləri buradadır. Baxın görüm nə seçirəm onu. Baxın. Acılarımızı aldıq. Ragif gəldi mənə sistem almaya. Bir də uşaqlar, halım daha da pisləşib. Bir də nə deyəcəkdim? Əvvəl bayramlarda baxardıq pəncərələrə, binaların pəncərələrinə. Yəni yolka işığı falan vardı. İndi baxın denə. O boyda Novostroykadır. Görün bir dənə yolka işığı yoxdur. Yəni bir dənə evdə baxın bir dənə. İşıq yoxdur. Yolka işığı yoxdur. Yəni sabah üzrə yeni ildir də. Bu videonu aynı. Arkadaşlar.
Maşın diyemeyiyor. Biz bu videonu ayın 30 akşam. Yok. He. Biz bu videonu bir dakika danışım. Bir dakika danışım ben. Mama. Biz bu videonu öyle bir dekabrın 30 çəkirik. Nə vaxt paylaşırsam Allah bilər. Neyse. Baxın yəni onu demək istəyirəm ki, bir dənə evdə mən video çəkirəm. Bir dənə evdə yolka işığı yoxdur. Yəni heç bir o dekorativ işıqlar var, bizdə var pərdə işıqları, heç onlardan da yoxdur. İnsanlarda vəbşə yeni il av havası yoxdur. Yeni ilin gəldiyini bir Məryəmin optik işıqlarından bir də ki Türkel'in yolka bəzəyindən bilmək olur oturduğumuz yerdə. Nə qəşəng bəzəklər, camlar. Neyse, radyo sistemi alsın, gəlsin. Yeni il sistemlə qarşılayacaq. Neyse. Bir şey diyebilirim. Deyə bilərsən. Uşaqlar. Mənim mamam xəstələnib. Bilirlər. Üzüydüm. Staj üçün nətər eləmişəm. Daha nətər eləmişəm də, yəni Allah bilər. Yatarsan vəziyyət. Nətərsən vəziyyət. Yaşam vəziyyət. Ne? Uy. Yandı. Eve geldik. Ben həmişə oynadığım iqra. Çox sevirəm bunu. Həm iqralarım da var, çox iqralarım var. Biraz atam oturup. Uzanıp. Oturup. Uzanıp. Oturup. Arkadaşlarım mamam ölür. Atam da oturup yanında. Pişirinim diye ama da hem çok severim. Ben ömrümde. Uşaqların hədiyələrini qoydum. Deməli belə bir planım var. Qar spreyi almışam. Şaxta baba ayaq izini qoyaraq uşaqlara sürpriz hazırlayacağam. Belə ayaq izləri qoydum. Amma qar spreyimiz yaxşı deyilmiş. Belə yolkanın altına hədiyələr var diyor. Qar var. Şaxta baba gəlir. Oh. Şaxta baba gəlir. Oh, şaxta baba gəlir. Şaxta baba hədiyələrimizi gətirib. Oh. Git o bir daha sen bu burası sen. Oh. Gəl burası, bax gəl bir yerdə qalın. Bir. Atam. Nə gətirib? Şaxta baba hədiyələrinizi gətirib. Nə gətirib? Gətirib şaxta baba. Hədiyələrimizi gətirib. Şaxta baba gəlir. Yo yo, her özü. Bakın kimlərin hədiyəsi var burada. Bəyəndiniz? Qar gətirdi, Şaxta baba gətirdi hədiyələrimizi, hə? Sen məktublarınızı aparmışdı. İndi açın baxaq. Hə, açın baxaq. Atası kömək elə uşaqlara. Yok buradan. Sevindiniz? İstədi düz gətirib Şaxta baba. Gəl sən də mama kömək eləsin. Nədir o? Bundan istəmişdin? Iskaslayıblar. Hə, açarım. Yok orada mama işte şişe koyun. Hə? Başını. Hə? Hə. Baba kayıtlatayım. Sağ olsun dedi şaxta baba ya. Gördün gətirdi Şaxta baba. Ay Allah ne güzeldi kızımın makyaj seti. Bundan istemiştin. Ne oldu? Ha? Niye üstüne? Vav. Koş al onu. Uy dada. Özü gedəndən değil.
Doğrudan. Dedi. Doğrudan. Yo beləncə qurusan bunu. Özü gedəndən deyil. Yo. Saxta baba düzəltmir. Aa. Bu da ha. Vav, robot maşın. Evet. Ayda, elə bildim mən ondandır. Şaxta bebe elə yazmışdı. Atası gəl qur qatarı. Atası gəl də. Gəl də. Mənim ən böyük uşağım budur. Ya Allah'ın olsun. Ama götürdü oynayır orada. Oynamıram, düzəldim də bunu. Bak. Hə, gəl yaxşı quraq görək çuf-çuf necə işləyir. Çuf-çufun batarkası var. Var. Hadi sındırma, neysən? Evet. Görək bu çuf-çuf necə işləyir də. Çöçüp. Mama. Hə. Mama bak. Mama. Baba. Çöçüp. Elə işləyir. Ha. Yama. Benim ençim. Quray da, bilirəm sən, ay Raqif imkan vermir. Bilmirəm imkan da vermir. Gözdə ürəyim, gözdə. Ay papası. Gəl. Vermem kızım. Mama. Gözde bırakın. Sındırarsınız. Gözü papa gəlsin qursun. Güzel. Mama. Benim. Ay eləmə, özü eləsin. Hı, gəl. Bəyəndin aşkım. Elə yox deyən. Quraq bunu bir dəqiqə. Açılır. Hə. Arkadaşlar bir bakın. Mançı tuyanı. Hə. Tuyanı. Bak. Buraya çöçüp uyansınca soysun dağıtacağım. Ha, ayama. Hı. Çok eğlenceliyim. Bundan vurmuştum. Hı. Bu yansın. Sen. Çəkirəm. Mamam bu arkadaşım ana. Nə? Mama ya bu arkadaşım ana. Baba. Hı. Bəyəndin? Çok beğendim. Maçı tane boyatırsa boya uyuyacak. Hı. İliniz mübarək əzizlərim, Əziz Səfərov vlog ailəsi. Növbəti gündən niyə deyək, hər kəsə salam. Arkadaşlar, Rafın ikinci hədiyyəsi arkadaşlar. Oyuncağım. Görəcəksiniz siz buna baxmazdan öncə Rafın ilk hədiyyəsini görəcəksiniz. Bu da Rafın ikinci hədiyyəsidir. Hal-hazırda gedirik şəhərə. Bugün 31 dekabrdır. Gedirik şəhərə, yeməyimizi yedik, evdə bayramımızı qeyd elədik. Gedirik 2026-ya Bolivarda girməyə. Oy, əslində. Evet, Raqifəmizin telefonu düşdü. Belə, necə keçdi bayramınız? Əyləndinizmi? Akşam. Hə? Akşam mı? Ayşəmoy, gedək görək. Şəhərdə Bakıda olmayanlar üçün Bakıda yeni ili necə qarşılayırlar? Göstərməyə. Bir daha bayramınız mübarək. Hadi bir sus da. Bir daha bayramınız mübarək. 2025-ci il bizə sizi qatdı. İnşallah 2026-cı ildə daha böyük bir ailə olarıq Allahın izni ilə. Kanalları qutlayarıq bir yerdə. Sizi sevirik. Belə, inşallah yeni ildə hər şey ürəyinizcə olsun. Nə arzularınız varsa hamısı həyata keçsin. Elə deyilmi? Oy. Elə deyilmi Raqif əminə? Bəs sənin arzuların nədir izləyicilər və? Hamı özün ömür can sağlığı bu 2026 Ahmet düşər olsun. Bəli, daha da böyüyək. Ben diyesin 100 abone olaq. 100 yox, 100 min. 100 bin olaq. 100 abunə, 700 neçə abunəyik. Belə, bu video qalsın. Görək 2026-cı il bitəndə biz nə qədər abunə olacağıq. Belə, gedək. Videonun bundan sonraki qismini səsləndirərək davam eləyəcək. Çünki şəhərdə millət dəhşət çox idi. Ağız deyəni qulaq eşitmirdi. Dedik biz də səsləndirək. Gəldik Targovun içindən keçdik bulvara. Bulvarda biraz gəzdik, tək getməmişdik. Taraf çoxa qalıb. Tək getməmişdik, ailəvi dostlarımızla getmişdik. Baxın, mən deyirdim ki, çox probkaya qalacaq qalmadıq. Baxın, Rauf xəyalını gerçəkləşdirib burada itfaiyə arabasına minib.
Orada hətta telsizlə danışdı elədi. Prosto mən geç çatdım deyə çəkə bilmədim. İtfaiyə arabasına minmişdi, oluşum arzusuna çatdı. İnanın ki, necə sevinirdi. Waffle aldıq sonra. Dadını heç bəyənmədim. Boş yerə pul vermiş olduq ona. Mən çox Yəni bəyəndim. 0 idi dadı, heç bəyənmədim. Evdə hazırladığım waffle'lar daha dadlı idi. Burada Bəyən uşaqlarla fayda oynuyorlar deyil. birlikdə. Sonra başladıq gəzməyə. Dedik, bulvarı biraz gəzək. Hələ 12 tamamı çox var idi. Yəni o qədər adam var idi ki, dəhşət. İğnə atsan yerə düşməzdi. Aha, yəni gördüyüm bütün salyutları sizin üçün çəkmişəm. Balcasından böyüyün, amma saat 12 tamamda olan isə möhtəşəm idi. Baxın, burada sizə ətrafı çəkirəm ki, baxın, görün şəhərdə nə qədər adam var idi. Biz keçən il yox, o birisi il çıxdıq şəhərə, yarıdan qayıtdıq. İnanırsınız ki, nə qədər adam var idi. Yəni o qədər millət var ki, qala bilmədik. Sonra Sevra qarğıdalı istədi, atası ona qarğıdalı aldı. Rauf popkorn istədi, ona popkorn aldıq. Heç nə, gəzə-gəzə gözləyirik saat 12 tamam olsun. Burada qızlar var. Bir şey deyə bilərəm. Papaq mənə niyə yaraşmadığını öncündə görürüm. Yo, yaraşır. Rauf'un üzü görünmürdü. Burada göründü. Niyə yaraşmır? Sevoş qəşəng qaldı. Sonra durmuşuq yerimizi alıb saat 12 tamamı gözləyirdik. Baxın millətə nə qədər insan var. Şən Ya da orada nələr də. Orada çox soyuq oldu. Sonra oturduq, birlikdə çay içdik. Neçə nəfər? 8 nəfər idik. Çay içdik. Baxın, sonra gördüyüm niyə deyirəm. Hər fişəngi sizin üçün çəkmişəm. Burada Instagram story üçün video çəkirdim. Mən gözlədim dayanmağı da. Yavaş-yavaş artıq başlayır. Nədən qorxdun? Elə bil ki, adamın üzünə gəldi də. Qorxurdular ki, hər Sevra ilə Rauf qorxurdu ki, indi üzümüzdə partlayacaq. Rauf da hər yerdə baxırdı. Qorxurdu. Sən də qorxurdun, elə yalan danışma. Yox, mən düşərəm deyə qorxurdum. Nə düşər deyə qorxurdun? Oradan düşərəm deyə qorxurdum. Sevranı yuxarı çıxartmışdıq ki, yaxşı görsün. Amma Sevra da orada qorxdu. Boyunla da görəndə nə olsun ki? Nə olsun ki? Baxın, insanları nə qədər adam var bilirsiniz. Yəni orada bir itdin, vəsiyo, bir də Ben tapa bir şey bilməzsən. diyebilirim. Sonra dovşanlar tapdıq biz orada. Baxın, dovşan gətirmişlər satışa. Baxın, çox şirindilər, şirin-şirincik buluydular. Mən tuta bilmədim, bilirdim. Sevra qorxurdu. Qorxmurdum. Yəni çox balaca idi deyə incitməyindən qorxurdu onları ki, birdən incidərəm. Bəs əzilərlər, ölər. Ona görə əl vurmurdu. Hamı əl vurdu uşaqlardan, mən bir də əl vurmadım. Bir də sığalladım, yok. Amma çox balacaydılardı. Baxın indi bura bir də. Baxın, çox cıqqıllardı, çox şirindilər həm də. Ay Allah. Aha, səhv eləmirəmsə artıq vaxtı. Başlayır yavaş-yavaş, amma çox qəşəng idi. Mən o qədər bəyəndim ki, yəni çox nə bilim, adam baxdıqca baxmaq istəyirdi. Bir şey deyəmirəm. O da bir uşaqda baba köynəyi geymişdi. 12-dən öncə də nə qədər atdılar. Yəni hamı əlində partladanlar, ayaqlarımızın altında. İnansı qışqırıq gəzmişəm bütün şəhəri. Birdən-birə atırdılar, necə qorxurduq. Amma belə maraqlı keçdi. Mən düşünürdüm ki, probkada çox qalacağıq. Amma qalmadıq. Normal gecə-gecə gəldik. Burada Raqif uşaqlarını alıb başına, qayıq-keş ata, yığıb uşaqları başına oturub salyutu gözləyirlər. İnsanlara baxın, nə qədər adam var idi. Dilək şara atırdılar həm də. Hə, düzdür, dilək şarı. Biz unutmuşuq onu almağı. Mən keçən il dedim alacağam. Bu il unutmuşam almağı. Gələn il mənə xatırladarsınız, yaxşı uşaqlar. İnşallah gələnlər. Yorumlarda yazarsınız ki, dilək şara al Sevda. Növbəti ilə inşallah çox böyük bir kütlə ilə girərik. Amma ilklər unudulmur. Yəni siz bizim ilk izləyicilərimizsiniz. Bu videoyu izləyənlər hər zaman inşallah ona qədər də yanımızda olarsınız. Az qalıb başlamayına da. Az qalıb. Baxın, insanlar axın eləyirlər saata doğru. Yəni o qədər adam var idi ki, ay Allah, çıxışda hələ şəhər dayanmışdı. Orada bom eləyir. Bom eləyir, hə, nə qədər. Sevra, Rauf dəli olmuşdular, qorxurdular. Bax, Hər yer bax. belə. Biraz gəzdik. Orada balaca itlərə yolka geyimi geyindirmişdir. O qədər belə gülməli görünürdü ki, prosta çatdırmadım çəkməyə. Çox maraqlı idi amma. İnsanlar sanki yeməklərini yeyən kimi qaçmışdılar bizim kimi. Artıq yenə sizə ətrafı göstərim, hər yeri. Bilirsiniz sizə yəni bütün salyutları bir-bir çəkmişəm ki, görəsiniz. Baxın, artıq səhv eləmirəmsə başlayır. Aha, başlayıb.
Baxın, Baba. çox gözəldir. Dur. Al da bunu, nə olar, toxunma. Gel. Düş yere ayağında dur. Yuxarı qaldır da qoy uşaqların yanına. Koy bakın yanına baksana. Ha gel. Yine geç olur bak hadi. Sürçələnmiş. Geçeydi. Arkadaşlar. Çok arkadaşlar. Hə. Aa. Nədən qoyulur, atılır onu görürsən? Üstüme geldi. Ürək çıxdı ürək. Mənim at yerimdə səndən gözlədiyi performans. Geçti. Şaka eləyirlər bax. Geçeydi bax. Hadi. Evet, son çəkilişimi də edib Qayıtdı düşürük yola. Artıq çox probkaya qalmamaq üçün hazırlaşdıq, gedirik uşaqları. Hər nə tər tutmuşduq uşaqları ki, yəni bir saniyə buraxsaydıq, uşaqları bir də tapa bilməyəcəkdik. O qədər çox insan var idi. Bir yandan da vahimə basır insanı ki, o dünyanın sonu filmlərində falan olur. Elə idi toçun. Sevra bir ara yoruldu, qucağıma çıxdı. Elə davam elədik. Avtobuslar, insanlar hərəsi bir tərəfə. Ay dəhşət idi, amma çox maraqlı idi. Burada artıq keçidə doğru gedirik. Yeraltı keçidlə keçə bilməyəcəyimiz üçün ildə bir dəfə keçirik o yoldan. Yoxsa cərimədir. Oy, nə qədər insan çəkmişəm mən. Baxın, tutmuşam uşağın əlində buraxmıram ki, yəni bir saniyə söhbət idi. Yəni bir saniyə söhbətdir. Yəni başqa cürə bir şey ola bilməz. Saniyə buraxdın ki, vəsiyo.
Belə Ragifin də fikri qalmışdı bizdəki gəlin itərsiz, tez olun, itərsiz. Amma narahat olmaqda çox haqlıdır həqiqətən. Yəni bir baxın insanlara. Özümüz içsək heç yəni telefonlar tapa biləcək bir-birimizi. Amma uşaqlar yəni Allah uzaq eləsin, uşaqlar tapmaq qeyri-mümkün olacaqdı o qədər insanın Telefonu içində. verərdim mənə, mən çəkərdim. Sevra da mızıldanırdı. Yorulmuşam, ayağım ağrıyır, evə istəyirəm. Həqiqətən də çox yorulmuşdum. Ora get, bura get, ora get, bura get. Biz gezmək istəmirdin. Artıq baxın, ucu yer tapa bilmirdik normal yolla getməyə. Otların arası ilə gedirdi. Yəni bir dənə qayda qanun saxlamadıq da, hamısını pozduq. O normalda cərimədir səhv eləmirəmsə, onların içi ilə keçmək, yolun ortası ilə keçmək. Artıq Targoviya doğru irəliləyirik. Raf eləmə balam. Targoviya doğru irəliləyirik. Gedirik. Baxın insanlara millət var da, yəni dəhşət. Yəni sizə çəkdim ki, artıq Rauf yorulmuşdu, Raqifin qucağında yatmışdı. Baxın nə qədər insan var. Çox insan var Baxın. idi. Artıq keçdiyi bu tərəfə Rauf necə yatıbsa ayaqları ara çıxıb. Rauf yatmışdı yolda. Gəldik bu ara ilə Tanış gedək. balası mahnısını gördük və oynadım. Amma sən görmədin, mən oynamışdım da. Hə, orada Talış balası mahnısı çalırdı. Sevra da bir Talış kız olaraq. Evet arkadaşlar, çıxdıq. Gedirik evə. Ay Ceyranım, baxın bu maşından istəyirəm. Bunu manifest deyirəm. Nəysə. Gedirik. Evimizə. Evimizə getmirik, evə gedirik. Yox. Yox, evə getmirik. Hələ gedirik. Necə keçdi 2026? 2026-ya necə girdin? Bu arada bir ildir ən son yox. Maşından düşdükdən bir il sonra tekrar qayıtdı. 2026 oldu. Hal-hazırda probkadır, şəhər dayanıb. Ay nə qəşəng maşınsan. Biz də gedirik. Evet, saat 4 işləyir 10 dəqiqə. Gəlmişdik Raqifin dostları bizi dəvət eləmişdilər. İndi buradaydıq, digər dostu zəng gelib ki, gəlməsən inciyərəm, gedirik onlara. Hə? İndi gedirik digər dostu. Deyirsən səhər açıb sonra evə gedəcək. Minnoşum ayaqda, oluşum yatıb, Sevoş durdu. Oluşum yatıb. Belə, buradan da videomuzu sonlandıraq. Gecənin davamını çəkməmişəm, çünki artıq çox gec olmuşdu və başımız qarışmışdı, çəkə bilmədim. Belə, tekrar 2026-cı il hamınıza uğurlu olsun. Videomuzu bəyəndirsə, kanalımıza abunə olub, like atmağı unutmayın. Helal!